Bələdiyyə sənədi ilə kupça, yəni çıxarış ala bilərsiniz. Bunun bir neçə yolu var. 1. Həmin torpaq əmlak məsələləri dövlət xidmətinin hərracından keçməlidir. Belə olan halda torpağın çıxarışı olur və siz notariat qaydada alqı-satqı etməklə həmin çıxarışı adınıza rəsmiləşdirə bilərsiniz. 2. Hərraca da ehtiyac yoxdur. Əgər həmin torpaqda 5 ildən artıq daimi qeydiyyatdasınızsa, bu halda torpaq sahəsi üzərində bələdiyyə mülkiyyəti tanınandan sonra alqı-satqı etməklə çıxarış ala bilərsiniz. 3. Əgər bələdiyyə torpağı sizə 2000-ci ildən 2007-ci ilin 1 dekabr tarixinə qədər satıbsa və alqı-satqı aktı, plan, mühür, cizgi, eyni zamanda rayon qeydiyyat şöbələrinin rəhbərlərinin mühürü və imzası varsa, bu halda da siz müraciət edib çıxarış ala bilərsiniz. Bu il 10 minlərlə evə kupça veriləcəyi gözlənilir. Bəzi mənbələrdə 100 min, bəzilərində 300 min, bəzilərində isə 500 min evin kupça ilə təmin olunacağı deyilir. Bəs çıxarışlar hansı evlərə veriləcək, prosesə nə vaxt başlanılacaq? Bu növbəti videolarımızın mövzusu olacaq. İzləmədə qalın. Daşınmaz əmlak sektoru ilə bağlı suallarınızı rəy bölməsində yazın, cavablandırmağa çalışaq və daha çox insana bu videoların çatması üçün səhifəni, İlqar Mehmanoğlu səhifəsini izləməyinizi, videonu bəyənib paylaşmağınızı xahiş edirik.